Hello, bir aylıq balaca uşaqla ana olaraq son vaxtlar gün ərzində çox vaxtım olmur nəsə eləməyə. Axşam fürsət tapmışkən uşağı yatızdırıb verdim mamama, yollandım marketə, evdə olmayan ərzaqları alıb özümə çoxdan da ürəyim istəyən yeməyi hazırlamağa. Gəldim evimizin yaxınlığındakı 15 ildir yurdumuzun doğma marketi olan Araz marketə. Evdə hər iki növ yağımız bitmişdi deyə həm duru yağ, həm də Zanusinin kərə yağının endirimə düşdüyünü görüb ondan da götürdüm. Düzü qiymətlər məni çox təəccübləndirdi. Arazda endirim havası həqiqətən də hiss olunurdu. Bildiyim qədərilə kampaniya müddəti 26 mart, 8 aprel tarixlərindədir. Siz də mütləq yararlanın. Alışverişimi bitirdim, yollandım evə, başladım yeməyi hazırlamağa. Bu dəfə çoxdan da keşfetimdən çıxmayan limonlu makaron hazırladım. Əslində toyuq əti ilə də hazırlamaq olar. Mən bu dəfə maraqlı olsun deyə krevetka ilə etdim. Krevetkaları limonlu yağda qızardıb üzərinə ədviyyatlarını əlavə etdim. Sonra qaymaq tökdüm. Qaynayan makaronları da əlavə edib hardasa 5 dəqiqədə belə bişirdim. Çox dadlı alındı. Əgər limonlu dadları sevirsənsə bu resepti də çox sevəcəksiniz. Mən bayıldım. Uşaq yatmışkən yeməyi yeyib keçdim kuxnanı yığışdırmağa. Endirimlə 4 manat 99 qəpiyə Fairy'nin səth təmizləyici salfetlərindən də almışdım. Onunla da qazın üstünü təmizlədim. Bütün yağ olmuşdu. Ümumiyyətlə bu salfetkalar çox əlverişlidir. Hər yeri çox asanlıqla təmizləmək olur tez bazar. Çıxan qabları da yuyub kuxnanı səlqəyə saldım. Tərtəmiz oldu. Bu tip vloqları sevirsinizsə mənə mütləq yazın. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.